Hər kəsə salam. Gəlin dərhal məktəbə keçək. Tarix bu insanlar necə yaşayıb? Bəli, dayanmadan, fasiləsiz işləyərək, gün doğmadan tarlaya çıxıb əldən düşən kəndilini, ya da zavodda tüstü udaraq saatlarla çalışan fəhləni təsəvvür edin. İndi isə ekran qarşısında beyni az qala partlayacaq dərəcədə yorulan özümüzü düşünək. Biz həmişə dəhşətli dərəcədə çox işləmişik, düzdür? Amma əsrlər, qərinələr keçsə də, heç vaxt dəyişməyən bircə şey var. Bizim o dayanmaq, bir anlıq nəfəs almaq və dincəlmək üçün olan o şiddətli ehtiyacımız. Yaxşı, indi özünüzə bu sualı verin. İşdən qaçmaq, o tətil, azadlıq hissi hamımıza ləzzət edir, bu aydındır. Bəs niyə məhz yay? Yəni biz niyə dincəlmək üçün ilin məhz bu vaxtını seçirik? Niyə dəniz kənarına qaçmaq, niyə yayda məktəblərin bağlanması qlobal sarsılmaz bir standarta çevrilib? Əslində bunun səbəbləri bəlkə də ağlınıza gələn o ilk havalar istidir axı, cavabından qat-qat dərindir. Gəlin birlikdə kəşf edək. Möhtəşəm, gəlin görək bugün nələrin üzərindən keçəcəyik. Əvvəlcə istirahətin tarixi köklərinə, sonra isə sənaye inqilabının yaratdığı reallıqlara baş çəkəcəyik. Daha sonra tətilin elmi tərəflərinə, yəni birbaşa biologiyamıza baxacağıq və təbii ki, bugünkü o qaçılmaz rəqəmsal yorğunluğumuzdan və uzaqdan işin gələcəyindən danışacağıq. Başladıq. Birinci dayanacağımız istirahətin tarixi kökləri. Qədim qaçışlardan şəhər istilarına qədər. İndi zəhmət olmasa, hamımızın inandığı o məşhur yay tətili sadəcə kənd təsərrüfatına görə yaranıb mifini bir kənara qoyaq. Tarixə baxanda çox sürətli və maraqlı bir təkamül görürük. Qədim Misirdə Nil çayı daşanda hər kəs məcburi fasilə verirdi. Təbii ki, torpaq su altındadırsa işləyə bilməzsən. Romada isə vəziyyət fərqli idi. Aristokratlar şəhərin səs-küyündən, o boğucu istidən kənddəki sərin villalarına qaçırdılar. Bu, açıq-aşkar bir prestij məsələsi idi. Sonra gəlirik orta əsrlərə. Yaxın Şərq və Aralıq dənizində günorta günəşi adamı elə yandırırdı ki, pik saatlarda işləmək sadəcə fiziki cəhətdən mümkünsüz idi. Və bam, siesta mədəniyyəti yarandı. 19-cu əsrə gəldikdə isə hər şey dəyişmişdi. Artıq səbəb kənd təsərrüfatı filan deyildi. Təsəvvür edin, şəhərlərdəki o beton məktəblər o qədər pis havalandırılırdı və isti olurdu ki, uşaqlar sözün əsl mənasında huşumu itirirdi. Yəni, yay tətili aristokratların lüksü olmaqdan çıxıb, dözülməz istiyə qarşı məcburi bir xilas etmə, çox praktik bir reaksiya halına gəlmişdi. Davam edirik, ikinci hissə. Sənaye inqilabı. İstirahətin necə bir zərurətə çevrildiyi dövr. Bilirsiniz, 18 və 19-cu əsrlərdə insanların yorulma forması və miqyası əvvəlki dövrlərdən tamamilə, hətta qorxunc dərəcədə fərqlənməyə başladı. Bura həqiqətən də tarixin ən kəskin qırılma nöqtələrindən biridir. Gəlin o mənzərəni gözümüzün önünə gətirək. Bir tərəfdə amansız bir fabrik, gündə 12, bəzən 16 saat fasiləsiz işləyən, fiziki və psixoloji cəhətdən tamamilə əriyib yox olan fəhlələr var. Axı biz dəmir maşın deyilik. Bu sistem insanları sadəcə yeyib bitirirdi. Və budur, o vaciban. Fabrik sahibləri qəfildən dərk etdilər ki, dincəlməyən işçi davamlı xətalar edir, xəstələnir, maşınların sıradan çıxarır və gəlirlər uçuruma gedir. Yəni, buradakı ən həlledici məqam odur ki, istirahət artıq kiminsə tənbəlliyi sayılmırdı. O, sistemi ayaqda tutmaq, işi davam etdirmək üçün konkret iqtisadi bir məcburiyyətə çevrilmişdi. Və gəlirik 20-ci əsrə. Bu dövrdə tətil sadəcə fabrikdən çıxım, sümüklərim dincəlsin anlayışına aşıb, nəhəng bir mədəniyyətə çevrilir. Avtomobillər, yeni yollar kütləvi turizmin qapılarını taybatay açdı. Tətil artıq azadlığın, o dərin rahatlığın, ailə ilə keçirilən qayğısız günlərin və ən əsası, yadınıza gəlir o dəniz kənarındakı uşaqlıq xatirələri. Bax, onların ən güclü simvolu oldu. İnsanlar sıxıcı rutinləri qırıb atır, yeni yerlər kəşf edir və sözün əsl mənasında daxilən sıfırlanıb yenilənnirdilər. Bu sadəcə bədəni yox, ruhun xilası idi. İndi isə keçirik üçüncü hissəyə, tətilin elmi, yəni fasilənin biologiyası. Yaxşı, biz dincəlirik deyirik, amma bədənimiz dincəlməyəndə, daxildə əslində nələr baş verir, bədənimiz bizdən nə tələb edir? İndi deyəcəyim bu sürətli tibbi faktlara diqqət edin. Biz dayanmadan işləyəndə bədən qorxunc dərəcədə yüklənir. Amma kompüteri bağlayıb tətilə çıxdığınız an, bum, qan təzyiqi dərhal aşağı düşür. Bizi içərdən yeyən o stres hormonu, kortizol kəskin şəkildə azalır. Heç fikir vermisiniz, tətildə olanda necə uşaq kimi dərin yatırıq? Çünki yuxu keyfiyyəti dərhal normaya qayıdır. Üstəlik işə fasilə vermək depressiya və ürək xəstəlikləri riskini sanki kəsib atır. Təbiətdə günəş altında olanda isə bədənimiz immunitet üçün ən kritik olan D vitaminini acgüzlüklə mənimsəyir.
Bizim daxili sistemlərimiz sözün əsl mənasında yenidən proqramlaşır. Hətta təbiətin bu gücü artıq dünyada rəsmən bir müalicə kimi qəbul edilib. Yaponların o heyrətamiz meşə vannası təcrübəsini eşitmisiniz? Yox, bu gedib meşədə su ilə çimmək deyil. Bu, şuurlu şəkildə meşəyə getmək, sadəcə orada olmaq, ağacların qoxusunu, quşların səsini dərk edərək vaxt keçirməkdir. Və bilin nə var? Yaponiyada həkimlər stressi azaltmaq, psixikanı qaydasına salmaq üçün bunu xəstələrə rəsmən yazılı bir terapiya kimi təyin edirlər. Yəni, təbiət özü, əgər icazə versək, bizim ən təsirli dərmanımızdır. Və hazır olun, bilirsinizmi ən maraqlısı nədir? Araşdırmalar sübut edir ki, hələ heç bir yerə getmədən sadəcə və sadəcə bir dənə səyahət planlaşdırmaq belə beyninizdə nəhəng bir dopamin partlayışına səbəb olur. Bəli, hələ çamadanı belə yerindən tərpətməmisiniz, amma o gedəcəyiniz yerə xəyal etmək, marşrut qurmaq, oraya gedəcəm, bunu yeyəcəm deyə düşünmək beyninizi dərhal xoşbəxtlik hormonları ilə doldurur. Biz o həyəcanı əvvəlcədən yaşamağa başlayırıq. Dördüncü hissəyə gəldik. Rəqəmsal yorğunluq, iş dünyasının müasir konflikti. Budur hekayəmizin o görünməz qəhrəmanı. O hər zaman onlayn, hər an əlçatan olmalı olduğumuz müasir iş dünyamız bizi əslində nələrdən məhrum edir? Məşhur stres tədqiqatçısı Herbert Benson'ın belə bir möhtəşəm sözü var. İstirahət insan bədəninin təbii dərmanıdır. Çox aydın və mükəmməl səslənir, düzdür? Amma gəlin reallıqla üzləşək. Biz bugün o təbii dərmanı alırıqmı? Təəssüf ki, yox. Təsəvvür edin, dəniz kənarında şezlongda uzanmışıq, güya dincəlirik, amma bir əlimizdə telefon dayanmadan emailləri yoxlayır, hansısa qrupdakı təcili yazılan mesajlara cavab veririk, özümüzü dincəlməyə məcbur etdiyimiz yerdə ofisin bütün o xaosunu, bütün stresini o balaca ekranın içində çimərliyə qədər özümüzdə daşıyırıq. Sizcə də bu tam bir absurd deyilmi? Və bu, bizə vəziyyəti çox gözəl, eyni zamanda kədərli şəkildə izah edir. Zaman nə qədər dəyişsə də, problemin kökü eynidir. 19-cu əsrdə dözülməz isti, səsküylü fabriklərdə, o nəhəng dəmir maşınların qarşısında saatlarla ayaq üstə qalmaqdan fiziki olaraq məhv olan fəhlələr var idi. İndi 21-ci əsrdəyik. Alətlər dəyişib. O ağır dəmir maşınları cibimizdəki yüngül, parladayan ekranlar əvəz edib. Amma fasiləsiz məlumat axını, hər dəqiqə gələn bildirişlər və zehni olaraq işdən bircə saniyə belə qopa bilməməyin gətirdiyi o rəqəmsal yorğunluq, bax, o daxili psixoloji tükənmə eyni ilə yerində qalır. İş orasındadır ki, beynimiz monotonluğa, hər gün eyni şeyi etməyə nifrət edir. Əgər siz davamlı eyni ritmdə işləyib, tam rəqəmsal detoks etməzsəniz, bədən çox sərt reaksiyalar verir. Birincisi, işi olan o gündəlik motivasiyanız yavaş-yavaş, amma qəti şəkildə çökür. İkincisi, beyniniz fərqli mühit, yeni vizuallar görmədiyi üçün yaradıcılığınız və problemləri həll etmə qabiliyyətiniz tamamilə donur. Və üçüncüsü, bədən bu fasiləsiz gərginliyə cavab olaraq stres hormonlarında təhlükəli, idarə olunmaz artımlara səbəb olur. Bu zəhərli monoton zənciri qırmağın yeganə yolu isə sadəcə hər şeyi söndürüb dincəlməkdir. Və nəhayət, 5-ci hissəmiz, uzaqdan iş və gələcək, boş vaxtın təkamülü. Bəs hər şeyin rəqəmsallaşdırıldığı, məsafələrin itidiyi bir dövrdə bizi gələcəkdə necə bir tətil anlayışı gözləyir? Bilirsiniz, gələcəyin iş modeli bildiyimiz bütün qaydaları alt-üst edir. Bir tərəfdən süni intellekt gündəlik rutinimizi və ağır iş ağınımızı sürətlə dəyişir. Digər tərəfdən isə uzaqdan iş anlayışı o sərt, səhər 9-da mütləq ofis masasında olmalısan cədvəllərini tarixin zibilliyinə atır. İndi dağdakı bir evdən ya da tamamilə fərqli bir saat qurşağından işləmək mümkündür. Məhz buna görə də ekspertlər proqnozlaşdırır ki, gələcəkdə insanlar ildə yalnız bir dəfə böyük yay tətilinə çıxım fikrindən uzaqlaşacaqlar. Bunun əvəzinə biz daha tez-tez, amma qısa, bərpa edici fasilələrə keçəcəyik. Yəni istirahət və iş artıq bir-birinə düşmən deyil, ayrılmaz bir bütün olacaq. Və bu təhlilimizi bitirərkən istəyirəm sizi bu son, bəlkə də bir qədər provokativ düşüncə ilə baş-başa buraxım. İllər, 10 illiklər boyu davam edən o qorxunc insan yorğunluğunun qarşılığında inkişaf edən texnologiyanın bizə verməli olduğu ən böyük mükafat əslində pul deyil, zaman olmalıdır. Əgər doğrudan da gələcəkdə əsl zənginlik bank hesabınızdakı rəqəmlərlə yox, sahib olduğunuz və istədiyiniz kimi xərcləyə biləcəyiniz boş vaxtla ölçüləcəksə, o zaman lütfən özünüzdən soruşun. Sizin bugünkü zənginliyiniz nə qədərdir?